Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mikayıl Atababa oğlu Əliyev paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən yeni məzarlıqda dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə dövlət himnimizin sədaları altında torpağa tapşırılıb. Tabutun büküldüyü Azərbaycanın dövlət bayrağı şəhidin yaxınlarına təqdim olunub. Mikayıl bizim gözümüzün qabağında böyüyüb, çox sakit, mərd, tərbiyəli bir övladdır. Yəni, axırıncı əlaqəmiz evlənəndə idik, hərbi geyimini giyinib, yola düşəndə danışmışıq o ilə. Və bizi ilə sağollaşıb getdi. Həmişə anası deyir ki, bəs sən getmə, mən getməm, kim getsin? Bu söz həmişə işlədirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qürurlu və şərəfli həyatda yaşamağı bizə nəsib elədilər. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Əliyev 1968-ci il oktyabrın 31-də paytaxtın Nizami rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-sında Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Mikayıl Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bugün dəfn olunan 5 şəhiddən biridir.